Salamünaleyküm, mən bugün yenə sizdən Ramiz Mehdiyev haqqında danışmaq istəyirəm. Mövzu budur, reyting budur. Məndə başqa çıxış yolum yoxdur. Baxış ancaq bundan gəlir. Mən də məcburiyyətdən bu çıxışlarımı eləyirəm, amma məni düşündürən başqa bir mövzudur. Ramiz Mehdiyev qalıb bir tərəfdə, insanlar düşüblər düşmən axtarmağa və yaxud dost aramağa. Kim ki Ramiz Mehdiyevin əleyhinə o vaxt çıxışları eləmişdi, Sabir Rüstəm xanlı qismində ondan çalışdılar milli qəhrəman düzəltməyə. Kim ki onun lehinə danışmışdılarsa, kimsə onu tərəfləmişdisə, xüsusən də Abel Məhərrəmovun toy məclisində onu tərifləmişdi, hamı çalışır ondan düşmən düzəltməyə. Xeyr, bu adam siyasi fiqurdur. Ən azı 20 neçə il bunun prezident administrasiyasında rəhbər olub. Hələ Heydər Əliyevin dövründə işləyib. İşdən çıxarkən də, yəni təqaüdə göndərilərkən İlham Əliyev də onu təltif eləyib göndərmişdi. İndi gedin soruşun görün, niyə eləmişdi bəs? İnsanların xeyr, insanların təltif olunursa, deməli bunların əməlləri yaxşıdır. İnsanlar qeyri əməllərinə görə insanlar bax bu cür töhmət olunur və məsuliyyətə cəlb olunur. Bu da qanuna uyğunluqdur.